Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, ümmət, hansı ümmət? Bu ümmət. İttifaq edəndən sonraki xavariclər zəlalət əhlidir. Burada ikidən biri ixtilaf eləməyib. Hamı ittifaq edib ki, azğın tayfadılar, zəlalət əhlidirlər. Təkfirində ixtilaf ediblər deyir. Bir qrup alimlər deyiblər ki, öz dəlillərinə, indi dəlilləri sərd eləmirəm. Bir qrup nususa baxanlar, bir tərəfinə baxandan sonra dəlillərə görüblər ki, xavariclər kafirdir. Bunu deyən alimlərdən biri İmam Buxaridir. İmam Buxari, Abu Bakr İbnül Arabi rahimehullah, İmam Qurtubi, bu tanışırdığı, bu görüşün üzərindədir. Əhli radiyallahu xavariclər üçün nə var idi? Deyəcəm onu. Muhammed sallallahu əleyhi və səlləm deyir ki, onlar cəhənnəm köpəkləridir. Yer üzərindəki öldürülmüş ən şərlilər və onların öldürdülər ən xeyirlidir. Yəni gördün öldür. Gördün öldür. Əgər mən onların vaxtına çatsam, Ad və Səmud qovmu kimi məhv edəcəm bir onları. Hamısını qıracam. Necə ki Allah onları öldürdü, mən öldürəcəm. Götür, hansını götürürsən? Ehtiyacın var, ehtiyacın var, öl. Hansı sahabə ehtiyacın var deyib xavariclə yaşayıb ha? Adama təsəvvür elə qardaşlar. Biri ilə danışıram. Mən demirəm, faiz götür, faiz yer, nə bilim, neynə. Onlardan alma, onlara satma. Bazarın yolunu göstərmə. İmam Əhməd deyir. Sən nə deyirsən? Xavariclər üçün qardaşlar, Əli radiyallahu nə var idi? Qalanc. Nəhravanda qalanc. Çox. İndi gəlin baxaq görək cəhənnəm köpəyinə nisbətdə bunların dayısı Ömərin oğlu Abdullah necə olub? Başqa sahabelər necə olub? Minhacus Sünnət-i Nəbəviyyə kitabına müraciət edirik. Təhqiq doktor Muhammed Rəşad Səlim, kitab İbn Teymiyyənin kitabıdır. 5-ci cildə müraciət edirik, səhifə 247. Burada deyir ki: "Və mimma yadullu ala enə's-sahabətə lam yukaffirul xavaricə ennəhum kanu yusalluna xalfəhum." Deyir ki, səhabələrin xavarici kafir bilməmələrinə, təkfir etməmələrinə dəlil olan dəlillərdən biri də budur ki, ennəhum kanu yusalluna xalfəhum. Səhabələr xavaricin arxasında namaz qılardılar. Piş namaz kimdir? Ədalətli mömin şəxsdir, səndən üstündür, şərafətli bir insanda ona iqtida edirsən. Bunlar gedib xavaricə iqtida ediblər. Və kana Abdullah ibn Umar və qeyruhu minəs-sahabəti yusalluna xalfə Nəcdətil Haruri. Deyir Abdullah ibn Ömər vəhabilərin dayısı və başqası sahabələrdən başqa sahabələr Nəcdə əl-Harurun arxasında namaz qılardılar. Və kanu aydan yuhaddisunhum və yuftunhum və yuxatibunhum. Həmçinin onlarla danışardılar, fətva verərdilər, xitab edərdilər onlara. Kəmə yuxatibul muslimul muslimə. Necə ki müsəlman müsəlmana xitab eləyir. Xavariclər kafirdir. Bunu deyən alimlərdən biri İmam Buxaridir. Abu Bakr İbnül Arabi, İmam Qurtubi, bu görüşün üzərindədir. Baxın İbn Teymiyyə şəhadət verir ki, vəhabilərin dayısı Abdullah ibn Ömər başda olmaqla başqa sahabələr müsəlman müamiləsi edirdilər xavaricilər. Hansı ki peyğəmbər deyir cəhənnəm köpəkləridirlər. Harda görsəz öldürün. İmam Ali əleyhissalam onlara qılınc göstərmişdi. Bunlar gəlirlər onların arxasında namaz qılırlar.